Hibrid mühərriklərinə nə tökməliyik ki, heç olmasa mühərrikdən ürəyimiz rahat olsun? Deməli, hibrid mühərriklərində yağa diqqət yetirmək xüsusi önəm daşıyır. Çünki hibrid mühərriklərində istifadə olunan mühərrik yağları sadə benzin mühərriki olsun, dizel mühərriki olsun, onlardan fərqlənir. Onu da fərqləndirən əsas cəhət odur ki, hibrid mühərrikləri daim start-stop rejimində işləyir və mühərrik çox zaman işçi temperaturunu almır. Belə deyək də, normalda sadə daxili yanma mühərriki 90 dərəcə kimi qızırsa, hibrid mühərriklərində bu temperaturu ala bilmir. Çünki da elektrikə keçir, ondan sonra bir müddət soyur. Mühərrik, yəni, demək olar ki, soyuq rejimdə işləyir və tez-tez start-stop olur. Ona görə də hibrid mühərriklərinə minimum API-SN standartı və daha yaxşısı odur ki, API-SP standartı Amerika standartlarıdır və yaxud da Asiya C5, C6 standartı olsun və İLSAK CF5, CF6A və yaxud da CF6B standartları olmalıdır. Və onun da özürlüyü bu yağlar nisbətən duru olmalı. Yəni 0.16 və yaxud da 0.20. 0.16 əsasən Amerika, Yapon maşınlarında daha çox istifadə olunur. Amma ki, daha geniş çeşiddə 0.20 həm Çin avtomobilləri olsun, həm digər hibridlər olsun. Ən çox geniş yağmışı 0.20-dir. Qeyd edeyim ki, 208O+da da hibrid avtomobillər üçün geniş çeşiddə məhsullar təqdim olunur. Bizdə 0.16 yağı CF6B standartı ilə mövcuddur. Onun 1 litrəsi 23 manatdır. Yəni yaxınlaşıb bizim yağ dəyişmə məntəqələrindən əldə edə bilərlər. Və Special FE 0.20, onun da çox geniş standartları var. Həm Avropa standartı olan Asiya C5, C6, İLSAK CF6A, İLSAK CF5 və həmçində API-SP standartı və 2025-in son standartı olan SQ standartını da alıb həmin bizim yağ. O nədir? Ən geniş, yəni ki, həm hibridlərə, həm ekoloji tələblərə, həm yanacaq qənaətinə cavab verən standart, ən son standartlardır. Yəni bu standartlara önəm vermək lazımdır.